İzahlı test 89-cu hissə 5-ci sinif ingilis dili. 6-cı sual. Choose the correct preposition. Düzgün söz önünü seçin. Jane takes her dog the park every day. Jane hər gün itini parka götürür. Burada parka biz hansı söz önündən deyə bilərik? Onun üstündə dadadır. Heç bir artikl işlənməsə mümkün deyil. Burada do mənası düz gəlmir. Ət yanında dada mənasını verir. To, a, ya mənasını verir. Jane takes her dog to the park every day. Parka. Jane hər gün öz itini parka aparır. A bəndi doğru cavabdır. 7-ci sual. Choose a line of adjectives. Sifətlər cərgəsini seçin. Baxaq burada A bəndində scarf sözü var. İsimdir. Ona görə bu bənd olmaz. C bəndində kid sözü var. Uşaq mənasını verir. Bu bəndə olmaz. D bəndində eagle, qartal mənasını verir. Bu bəndə olmaz. B bəndi isə nice, qəşəngdir, big, böyükdür, sifətdir. Small, hamar sifətdir. Intelligent, intellektual, ağıllı mənasında sifətdir. B bəndi doğru cavabdır. 8-ci sual. Choose the correct variant. Doğru variantı seçin. We trees in the garden. Bağda ağacları biz becərmək, plant becərmək mənasını verir. We plants olmaz. Çünki P-nin sonu S çəkilsin. Biz 3-cü şəxsin təkində artırırıq. He ilə, she ilə, it ilə. Bir səhvdir. We are planting trees in the garden. Biz bağda ağac əkirik. İndiki davam edici zaman, bəli, bu doğru da ola bilər. 2 düzdür. We plant trees in the garden. Biz bağda ağaclar əkirik. İndiki sadə zamanda da cümləni deyə bilərik. 2, 3 doğru cavabdır. 4 to plant olmaz. Tonu biz atırıq. Feili cümləyə daxil edirik adətən. 4 də səhvdir. 2, 3 doğru cavabdır. 9-cu sual. Which words are correct? Hansı sözlər doğrudur? An eagle has two. Qartalın 2 var. Nəyi var qartalın 2? 2 bədəni var. Bodies. Səhvdir. 2 wings. Two wings. Qartalın 2 qanadı var. Bəli, yine an eagle has two wings. Qartalın 2 qanadı var. Düzdür. Bigs dimdik mənasını verir. Qartalın 2 dimdiyi var. Düz gəlmir. 3 səhvdir. 4. An eagle has two legs. Qartalın 2 ayağı var. Burada wings bir də legs sözü doğrudur. 2 ilə 4 doğru cavabdır. 10-cu sual. What's the part of the sentence? People like to have pets. İnsanların heyvanları olması xoşlayırlar. Bir B bəndi. Animals hansı bənd uyğun gələ bilər? Have paws. Deməli, heyvanların pəncələri var. 2-də C bəndi. My hobby is growing plants. Mənim hobbim bitki becərməkdir. 3-də də A bəndi olacaq.